Aynur Hanım eşidirsiniz. Aynur Hanım eşidebilirsiniz. Buyurun, bəli, vaxt bitdi. Zəhmətimizə yenidən qoşulun. Aha, Əlavə aha. edin. Ve ben bir demek isterdim ki ümumiyyətlə bu tabii ki bizim yani ki e, Azərbaycan milli mənəvi dəyərlərindən üzə çıxarılması, bu tarixi abidələrin bərpa olunub xalqın istifadəsinə verilməsi sayəsində böyük addımlar idi və bu dövrdə Kərvansarada Azərbaycan miniatürləri, sonra Məsəti Gəncəvi qadın yaradıcılığı muzeyləri yaradılmışdı və 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin Gəncəyə növbəti tarixi səfəri zamanı da müəyyən işlər görülmüşdü və hətta onun məsləhətləri əsasında bədii tərtibat işlərinin üç istiqamətdə həyata keçirilməsi reallaşdırılmışdı. Və Kərvansarayın günbəzinin tərtibatında Əfşan bədii üslubunda Azərbaycan xalqının məişət həyatı əks olunmuşdu. Və eyni zamanda tərtibat işlərinin ikinci qolu isə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığına ehtiva edən və qədim İpək yoluna həsr edilən illüstrativ kompozisiyalardan ibarət olmuşdur. Və qeyd etmək lazımdır ki, ölkəmizdə mədəni irsin qorunması bugün də əsas vacib məsələlərdən biridir. Bugün də yəni vacib prioritet olaraq yəni qalmaqdadır. Gəncə memarlıq kompleksinə daxil olan kərvansaralar bunun əyani nümunəsidir deyə bilərik. Yəni Şah Abbas və Uğurlu xan kərvansaraları Respublika Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişi əsasında yenidən bərpa olunmuşdur və burada 2012-2020-ci illərdə təmir bərpa işləri aparılmaqla kərvansaraların xarici görünüşünün yaxşılaşdırması üçün yeni layihələr həyata keçirilmişdir. Və Şah Abbas Kərvansarasının yan və arxa hissələrində, eləcə də Uğurlu xan Kərvansarasında da ikinci mərtəbə ucaldılıb, kərvansaraların təmiri və yenidən qurulmasında bu günə kimi bir çox deməli belə deyək təxminən 800 minə yaxın kərpicdən və dam örtüyü üçün 90 min kirəmitdən istifadə olunduğu göstərilir. Qeyd etmək lazımdır ki, belə deyək, bunu özümə həm də borc bilirəm, qeyd edim ki, tarixi abidənin bərpası Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin sifarişi ilə demək, Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında icra edilib. Və ötən müddətdə tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, yəni ki, o qeyd olunan öncə qeyd etdiyim illərdə, yəni bu məsələ yekunlaşdırılıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub və mərtəbələr arası örtüklərin bərpası tamamlanıb və belə deyək ki, çox gözəl bir görkəm alıbdır. Həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıbdır. Və bütün bunlar təbii ki, həm tariximizə qoyulan, verilən diqqətdir. Eyni zamanda bu, digər bir tərəfdən qədim Gəncənin öz gözəlliğinin, öz qədimini qoruyub saxlamasına təbii ki, demək, xüsusi yeri vardır. Diqqətiniz üçün təşəkkür edirəm və digər iştirakçılara da uğurlar arzu edirəm. Çox sağ olun. Çox sağ olun Samirə müəllimə, geniş və ətraflı şəkildə məlumat verdiniz. Vaxt ayırıb qoşulduğunuza görə çox sağ olun. Təşəkkür edirik müəllimə. Buyurun. Və istərdim isə sözü digər hörmətli həmkarıma təqdim edim. Gəncə Dövlət Universitetinin Tarix Kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Allahverdiyeva Gültəkin müəllimə. Buyurun Gültəkin müəllimə, zəhmət olmasa sizi dinləyirik. Salam, xoş gördük hamınızı. Aynur xanım, təşəkkür edirəm sizin Sağ dəvətinizə olun. görə. Buyurun. Çox maraqlı bir mövzuya müraciət etmişsiniz. Ümumiyyətlə sizin bütün təşkil etdiyiniz konferansların, konferansların hamısı maraqlı mövzularla seçilir. Bugünkü çıxışımda mən Kiş məbədi haqqında məlumat vermək istəyərdim. Çox maraqlıdır. Buyurun. Kiş məbədi ümumiyyətlə Azərbaycan memarlıq abidələri içərisində sayılan, seçilən və dünyada şöhrət qazanan, tanınan abidələr sırasına daxildir bildiyimiz kimi.
Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi Şəki rayonunun Kiş kəndinin ərazisində yerləşən tarix memarlıq abidəsidir. Kiş tarix memarlıq qoruğu Şəki şəhərinin Kiş kəndini əhatə edir. Qoruq 2003-cü ildən rəsmi fəaliyyət göstərir. Bəzi məlumatlara görə Qafqazın ilk kilsəsi sayılır. Müxtəlif dövrlərdə Alban, Gürcü və Erməni kilsəsi kimi fəaliyyət göstərilməsi haqqında da məlumatlar mövcuddur. Kənd Şəki şəhərindən təxminən 5 kilometr məsafədə yerləşir. Kəndin 15 məhəlləsi var. Kişdə ən qədim evlər 15-16-cı əsrə aiddir. Qoruğun ərazisində Qafqazın ən qədim məbədi Kiş Alban məbədi yerləşir. 2000 il yaşı olan Kiş Alban məbədi yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır. 1-ci əsrdə isə Peyğəmbərin təlimi və ya apostol Yeliseyin bütpərəstlik kahinlərinin razılığı ilə yaradılan bu məbədi, hətta məbəd içərisində məbəd də adlandırmaq olar. Bu məbəd Alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrə dək gəlib çatmasına səbəb olmuşdur. Yəni yerli əhali tərəfindən əsrlərlə qorunmuşdur. Kiş kilsəsi ay ilahəsi Selenaya həsr edilmiş paqan məbədinin qalıqları üzərində inşa edilmişdir. Strabon məlumat vermişdir ki, Albanların dini haqqında məlumatlarında qeyd edir ki, onlar Helios, Zevs və Selenaya sitayiş etmişlər. Və təsadüfi deyil ki, məhz Selena Allahı şərəfinə də bu məbəd ucaldılmışdır. Alban ölkəsinin tarixi əsərində qeyd olunur ki, İsa'nın din qardaşı sayılan Müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək məqsədi ilə Qafqaza bir neçə həvarilər göndərilmişdir. Onların içərisində də Yeliseyin adı xüsusi qeyd olunur. Və o əvvəlcə Çolo və Uti vilayətlərində missionerlik etmişdir. Sonra isə Gis və yaxud da ki Kiş adlı kəndə gələrək orada kilsə tikmişdir. Müasir xristian ilahiyatçılarının tədqiqatları əsasən və onların yazdıqlarına görə 1-ci əsrin 60-cı illərindən bir qədər sonra, yəni hardasa bu yenə də 60-cı illərə təsadüf edir, sonlarına təsadüf edəcəkdir. Bu məbədin üzərində yeni kilsənin tikintisi başlanmışdır. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın ilk xristian kilsəsi kimi artıq tarixdə özünə yer alacaqdır sonraki dövrlərdə. Bir çox tədqiqatçıların fikirlərinə görə Kiş kəndi hətta Müqəddəs Yelisey kilsəsi kimi də tanınır. Yəni elə də qeyd edirlər ki, bu Müqəddəs Yelisey kilsəsidir. Alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən hesab olunur. Albaniyada xristianlığın yayılması, ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır və onun üçün də məsələn biz deyirik ki, bu Yelisey kilsəsi də kimi də tanınan bir kilsədir. Kiş və yaxud da ki Gis kəndinin yerləşdirməsi haqqında da müxtəlif tədqiqatçıların əsərlərində biz məlumatlara rast gəlirik. Misal üçün, Yampolski öz tədqiqatlarında qeyd etmişdir ki, məhz Kiş məbədi Şəkidə yerləşən, Şəki vilayətində yerləşən Kiş kəndindən söhbət gedir və ümumiyyətlə Kişin Şəkidə yerləşdiyini qeyd etmişdir. Azərbaycan tədqiqatçısı Göyşöp isə Xocavənd rayonundakı Kiş kəndinin adını qeyd edərək hesab edir ki, məhz o kəndin adı ilə bağlıdır. Yəni gördüyümüz kimi müxtəlif tədqiqatçıların bununla bağlı, yəni bu kilsə ilə bağlı müxtəlif fikirləri mövcuddur. Yəni Kiş kəndi haqqındakı olan fikirləri müxtəlifdir. 1824-cü ildə Şəki əyalətində əhalinin ilk səhiyyə alınması zamanı Kiş kəndində bir nəfər də olsun xristianın olmaması, o cümlədən xristian din xadiminin də qeydə alınmaması haqqında da məlumatlar mövcuddur. Belə ki, maarif xadimi, yazıcı etnoqraf Rəşid bəy Əfəndiyevin məlumatına görə 20-ci əsrin əvvəllərində Kiş kəndində bir nəfər də olsun xristian yox imiş, amma o qeyd etmişdir ki, şəhərdə, yəni Nuxa şəhərində, o zamanki dövrdə Şəki Nuxa adlandırılırdı. Bildiyimiz kimi, Nuxa şəhərində Zuf erməniləri, yəni məskunlaşmışdılar. Yəni bura köçürlər ermənilər haqqında məlumat verilmişdir və onun qeydlərinə görə məhz ermənilər 1836-cı ildən sonraki dövrdə Kişdə yerləşən
məbədin erməni kilsəsinin mülkiyyətinə verilməsindən sonra ermənilər burada bir sıra dırnaqarası bərpa işləri aparmışlar. Divarlara yenidən sulamışlar. Onun tarixi, belə deyək də, elementlərinə ziyan gətirmişlər və abidəni erməniləşdirilməyə çalışmışlar. Və bunu misal üçün biz sonraki tədqiqatçılar, yəni sonra tədqiqat işlərlə məşğul olan mütəxəssislərin də əsərlərində rast gəldik. Bu məsələlərə, bu faktlara, misalən, tədqiqatçı Xaxanova qeyd edir ki, o Pravoslav Kiş məbədində olmuşdur və orada Qriqoryan erməni, yəni kilsənin Qriqoryan erməni məzhəbinə aid olmaması haqqında məlumatları görə bilərkən, məhz bu erməniləşdirilmə məsələsini də, abidənin xarici görkəminin dəyişdirilməsini də, mimarlıq üslubuna zərər gətirilmiş faktları da öz kitabında qeyd etmişdir. Qeyd etdiyim kimi bilirik ki, 1836-cı ildə Rusiya hakim dairələri Alban kilsəsini ləğv etdi və Kiş məbədini də erməni kilsəsinin tabeliyinə verdikdən sonra mimarlıq üslubuna, yəni burada çox ciddi ziyan verilmişdir. Arxeolog Nəsib Muxtarovun verdiyi məlumata görə 1864-1930-cu illərdə kilsə ermənilər tərəfindən dəfələrlə təmir olunmuş və nəticədə onun görünüşü əsaslı şəkildə dəyişdirilmişdir. Məbədin öyrənilməsi və bərpasına həsr olunmuş Birgə Azərbaycan-Norveç Kiş layihəsi 2000-ci illərdə işləməyə başlamışdır. Yəni, bu layihə əsasında bərpa işləri Kiş məbədində aparılmışdır. Burada Norveçli alimlər yaxından iştirak etmişlər. Həmçinin biz Norveçli alim Thor Heyerdalın xüsusi adını burada qeyd etməliyik. Çünki layihə onun dəstəyi ilə həyata keçir. Burada beynəlxalq status səviyyəsinə qədər qaldırılmışdır. Yəni, tədqiqatçı arxeologlar tərəfindən burada bir çox işlər aparılmışdır. Layihə əsasında kilsə mimarlıq, arxeologiya və tarixi baxımdan tədqiq edilmiş, restavrasiya və muzeyfikasiya işləri burada həyata keçirilmişdir. Əsas inşaat mərhələləri müəyyən edilmişdir. Bugünkü gündə məbədin, belə deyək də, muzeylərin müasir standartlarına uyğun olması və orada bərpa işlərinin tamamlanmasından sonra məbəd yenidən ikinci həyatını yaşayır, belə demək mümkündür. Bu qazıntılar məhdud ərazisində aparılmasına baxmayaraq, çox burada deyilən geniş dərin işlər aparılmışdır və konkret olaraq Kiş məbədinin belə deyək də, müxtəlif dövrlərdə dəfələrlə inşa edilməsi haqqında faktlar ortaya, artefakt deyək də buna, artefaktlar ortaya çıxmışdır. Belə ki, məsələn, mən özüm Kişdə olmuşam və o məbədi canlı görmüşəm. Oradakı rekonstruksiya işlərinin nəticələri ilə də tanış olmuşam və təbii ki, çox maraqlı orada, belə deyək də, layihənin çox maraqlı orada xüsusiyyətlərini də qeyd etmək istərdim ki, məbədin içərisində, yəni o dərin qatlarında aparılan tədqiqatlar zamanı tapılmış artefaktları oradaca konservasiya edərək, şüşə çəkilərək, onu işıqlandıraraq, gələn məsəl üçün belə deyək də, bu muzeyi görmək üçün gələn insanların canlı şəkildə, belə demək mümkünsə də, o faktları görüb və yerindəcə onlarla tanış olmasına imkan şərait yaradılmışdır. Sonra və mən qeyd edəcəm indi, 2000-2001-ci ildə bu layihəyə əsasən burada bir neçə Norveçli alimlər işləmişlər və onların, belə deyək də, münasibətləri də burada tapılan arxeoloji faktlara, yəni nümunələrə müxtəlif olmuşdur. Bəziləri misal üçün qeyd etmişdir ki, misal üçün belə Bernard Strufelin adını çəkə bilərik ki, o məbədin 11-ci, 12-ci əsrlərə aid olduğunu ehtimal etmişdir. Digər mütəxəssis, misal Bjorn Veggi, kilsənin xristiyan məbədi olması haqqında faktlarını təsdiqləyərək orada 5-ci əsrə aid olan xristiyan əl yazmalarını nümunə kimi göstərmişdir. Amma 2001-ci illərdə Kiş məbədində aparılan arxeoloji qazıntılarda Azərbaycan alimləri də yaxından iştirak etmişlər. Bunların içərisində arxeolog professor Vilayət Kərimovun adını xüsusi qeyd etmək istəyirəm ki, onun sonradan bir neçə əsərləri işıq üzü gördü, məhz Kişlə bağlı və o öz tədqiqatları əsasında belə qənaətə gəldi ki, Kiş məbədinin sadə tək nefli bazilikadan ibarət olduğunu
sübut etmişdi memarlıq abidəsi kimi və qeyd etdi ki, ümumiyyətlə 5 tikinti mərhələdən keçmişdir. Yəni Kiş məbədi bugüne qədər gəlib biz onun simasını görürük. Bu abidə 5 dəfə dəfnədir burada dəyişilibdir və müxtəlif zamanlarda burada bərpa tikinti işləri aparılmışdır. Profesör Kərimovun qeyd etdiyi kimi Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir. Yəni sırf Qafqaz Albaniya memarlıq məktəbinin incisi hesab olunur və bunu ermənilərlə heç bir əlaqəsi dəfnə yoxdur. Kiş kilsəsinin sadə bir nefli plan əsasında inşa edilməsi, yəni bu da bir daha dəfnədir onun yerli memarlıq məktəbinin nümunəsi olduğunu sübut edir. Qafqaz Albaniyası memarlığı yəni məxsus olduğunu, binanın bütün dəfnədir burada strukturu, yəni binanın bütövlükdə hər tərəfli tədqiqatı onun sırf yerli memarlıq məktəbinin incisi olduğunu faktını təsdiqləyir və konkret olaraq sonraki dövrlərdə binanın özünə, yəni məbədin özündə bir neçə, yəni burada əlavələr, rekonstruksiya işləri aparılmışdır ki, misal üçün qeyd olunur ki, bu 4-cü, 5-ci əsrlərə təsadüf edir, yəni o dövrdən başlayaraq burada dəyişiklik işləri aparılmışdır. Hələ yəni bu Kiş layihəsi həyata keçirilmədən öncə də Sovet dönəmində 1981-ci ildə kəşfiyyat xarakterli arxeoloji qazıntılar işləri Kişdə aparılmışdır və müəyyən edilmişdir ki, məbədin bünövrəsinin kəsar şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğu ispat olunmuşdur. Maraqlıdır ki, ümumiyyətlə biz müqayisə aparsaq, Misir ehramları da bu cür bünövrə üzərində qurulmuşdur. Yəni bunu da dəfnədir. Misirdə aparılan arxeoloji tədqiqatlar dediyimizi təsdiqləyir. Kiş məbədində əsas arxeoloji qazıntılar 2000-ci illərdə aparılmasına baxmayaraq, yəni yenə təkrarlayayım ki, 81-ci ildə aparılan kəşfiyyat qazıntıları da o 2000-ci ildəki aparılan artıq tədqiqatlara da bir belə deyək də start verdi. Yəni artıq tədqiqatların başlanğıcı var, bir də davamı. Yəni davamı kimi bu 2000-ci ildəki başlanan dəfnəvi işləri qeyd etmək mümkündür. Kiş məbədində əsas arxeoloji qazıntılar qeyd etdiyim kimi 2000-ci ildən başlanıldığı üçün, yəni sonradan tədqiqatların yekunlaşması nəticəsində bəlli oldu ki, eramızdan əvvəl 3500-cü illərdə Qafqazda yaranmış Kür-Araz mədəniyyətinin izlərini də bu abidədə aşkar etmişdilər və qeyd olundu ki, erkən Tunç dövrü mədəniyyəti ilə birbaşa, yəni Kür-Araz mədəniyyəti ilə birbaşa əlaqəlidir. Məbəd ərazisində bir çox artefaktlar, yenə qeyd etdiyim kimi, arxeoloji nümunələr aşkar edilmişdir. Bu nümunələr sırasında xüsusi olaraq şüşə bəzək nümunələrini də, yəni olbaqları da, müxtəlif şüşədən hazırlanmış bəzək əşyalarını da xüsusi qeyd etmək olar. Ümumiyyətlə qeyd olunur ki, Anadolu mədəniyyəti, yəni Anadoludakı istehsal olunan belə deyək də zərgərlik nümunələrinin burada nümunələri aşkar edilmişdir. Bundan əlavə olaraq Suriya, İsrail, Fələstin, hətta Misrə qədər məsələn belə deyək də bu əlaqələrin genişləndirmək mümkündür. Bu da yəni geniş ticarət əlaqələrinin o dövrdə yəni regionla bağlı olduğunu bir daha təsdiqləyir. Hələ xristianlığın yaranmasından 3000 il əvvəl yəni bu konkret olaraq Kiş özü bir belə də ibadət yeri, bir dini mərkəz kimi, bir ticarət mərkəzi kimi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatlar Kiş məbədinin tunç və antik dövrlərdən, həmçinin orta əsrlərə qədər məsələn bir mərhələdə əhəmiyyətli olduğunu sübut edir. Kiş məbədi yüzilliklər ərzində Qafqaz Albaniyasının mənəvi həyatının mərkəzi olmuşdur. Qazıntı zamanı aşkar olunmuş qəbir abidələri də bu dediyimiz faktları bir daha təsdiqləyir. Çünki orada da qazıntılar zamanı bir çox maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Nəticələr Qafqaz Albaniyasında konkret olaraq yəni bir çox arxeologların təsnifat apardıqları bu qəbir abidələrin təsnifatını verdikdə orada bir neçə dəfnədir qəbir dəfn nümunələrini, yəni formalarını xüsusi qeyd edirlər. O cümlədən də deyirik ki, daş qutu qəbirləri, sərdabə tipli dəfnədir strukturuna malik olan qəbirlər Kiş ərazisində də aşkar edilmişdir. Tapıntılar müxtəlif sənətkarlıq sahələrini
Həmçinin dedik burada şüşə zərgar nümunələri, bir də dedik burada duluşçuluq nümunələri də aşkar edilmişdir. Çox güman ki, hətta burada tapılan sobalar da sübut edir ki, çox güman ki, duluşçuluq sənəti elə Kiş ərazisində də inkişaf etdirilmişdir. Yəni orada, yəni o tapılan sobalar bu dediklərimizə bir əyani sübutdur. Şərq ölkələri ilə, o cümlədən Suriya ilə birbaşa nədir? Əlaqələrin olması, ticarət əlaqələrinin olması yəni burada öz sübutuna tapılır və göstərilir ki, eramızdan əvvəl 5-ci əsrə aid olan bu arxeoloji yəni tapıntıları həmin dövrə təsadüf edirlər və həmin dövrdə də burada geniş ticarət mübadiləsinin olması faktlarını da qeyd etmək mümkündür. Konkret olaraq arxeoloji qazıntılar zamanı numizmatik nümunələrə də rast gəlinir. Numizmatik nümunələr də o dediyimiz o ticarət əlaqələrini təsdiqləyir. Çünki yerli istehsal olan pullarla bərabər başqa ölkələrdən gətirilmiş pul nümunələri də burada yəni aşkar olunmuşdur. Sikkələr üzərində heyvan, quş təsvirləri, astral işarələr, kar atributları əks olunubdur. Bu rəsmlər pulun hansı hökmdara və yaxud da ki, hansı ölkədən gətirdiyini də yəni sübut edir. Elmi arxeoloji tədqiqatlardan sonra məbədin bərpası işlərinin yəni aparılması xüsusi əhəmiyyət kəsb edir. Çünki yenə qeyd edim ki, 19-cu əsrdə məbədə yad elementlər gətirilmişdir ermənilər tərəfindən və təbii ki, bu elementlərdən bu abidəni belə deyək də təmizləyib yenidən özünün əski nədir formasına qaytarmaq lazım idi. Bundan başqa, misalın yuxarıda qeyd etdiyim kimi 5 deyil mərhələdən, tikinti mərhələsindən keçmişdir ki, burada önəmli olan 3-cü, 5-ci və 6-cı, 7-ci əsrləri mütəxəssislər qeyd edirlər. Bərpa işləri 2003-cü ildə tamamlanmışdır. İndi isə məbəd Şimali Azərbaycan ərazisində eramızdan əvvəl 4, eramızın 7-ci əsrlərində mövcud olmuş dövlətin, yəni Qafqaz Albaniyasının tarixi qoruq muzeyinə çevrilibdir. Yəni bugünkü gündə də bütün belə deyək də ictimaiyyətə, dünya ictimaiyyətinə, respublika belə deyək də ziyalılarına, tələbələrinə geniş belə deyək də kütləyə açıqdır və hər kəs gedib o abidəni hər gün izləmək imkanına malikdir. Yəni mən istərdim ki, yəni Kiş ərazisinə çox belə deyək də səyahətlər edək. Məktəblər də, ali məktəblər də, sadə vətəndaşlarımız da gəzinti zamanı tək gedib Şəkidə Kərvansarayını və yaxud da ki, Xan Sarayını orada deyirlər, seyr etməsinlər. Kişə gedib, Kişdəki məbədi də görsünlər. Çox sağ olun, təşəkkür edirəm sizə. Sağ olun, Məhəmməd. Bir sualım var, zəhmət olmasa. Arxeolog Vilayət Kərimov Kiş məbədində tədqiqat işləri apardıqda siz dediyinizə görə, yəni orada tədqiqatlara görə nələr əldə edilib, hansı nəticələr yəni əldə olunub? Birincisi, memarlıq üslubuna orada diqqət yetirilibdir. Yəni ilk növbədə, bəli, memarlıq üslubuna burada diqqət yetirilibdir və məbədin, yenə deyirəm, o mərhələlərlə inşa edilməsi, dəyişməsi, yəni görkəminin, memarlıq üslubunun dəyişməsi haqqında ilk növbədə məlumatlar vermişdi. Yəni bu məsələlər. Bir də ki, bu arxeoloji qazıntılar zamanı qeyd etdiyim kimi orada tapılan birbaşa, yəni o maddi mədəniyyət nümunələrin təhlilində, araşdırılmasında, yəni burada böyük xidmətləri var, mövcuddur. Yəni sonradan bir neçə kitabları da var. Yəni maraqlı olsa mən sizə göndərərəm bu ədəbiyyatların adlarını ki, internetdə də var. Yəni hər kəs daxil olub tanış ola bilər. Adını yazsa gələcəkdir. Bəli, çox maraqlı mövzuya, abidəyə toxundunuz. Mənim çox xoş oldu, həqiqətən də geniş və ətraflı şəkildə məruz elədiniz. Çox sağ olun, vaxt ayırıb iştirak etdiyinizə görə, məruz etdiyinizə görə çox sağ olun. Var olasınız, təşəkkür edirəm müəllimə. Çox sağ olun, Gültəkin müəllimə. Bəli, deməli, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi mədəni irsinin qorunub saxlanması sayəsində mühüm işlər görülmüşdür. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir deyən Ulu Öndərin rəhbərliyi ilə bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılmışdır. Məhz bu gündə tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi ilə və təbliği sahəsində mühüm işlər uğurla həyata keçirilir. Möhtərəm cənab prezidentimiz İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın qədim zəngin tariximizə, tarixi abidələrimizə, milli mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğı bunun bariz nümunəsidir. Əlbəttə, istər
Azərbaycanda, istər Gəncədə, istər Gəncə qoruğu ərazisində olan zəngin tarixi abidələrimiz ölkənin sərvəti, xalqımızın milli dəyərləridir. Əlbəttə ki, dəyərlərimizi qoruyub gələcək nəsillərə çatdırmaq isə hər bir vətəndaşının borcudur. Çox sağ olun. İstər məruzatçı qismində olan hörmətli həmkarlarıma və istərsə hər bir qoruğun iştirakçı qismində olan əməkdaşlarına öz adımdan xüsusi təşəkkürümü bildirirəm. Vaxt ayırıb qoşulduğunuza görə çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun.